Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidməti sahəsi rayonun təsərrüfatlarında bütün növ kənd təsərrüfatı bitkilərinin, əkin sahələrinin suvarılması, əhalinin kommunal məişət su təchizatını, balanslı olan suvarma kanallarının lildən təmizlənməsini, bu sistem üzərindəki hidrotexniki qurğuların cari, əsaslı təmirini, emal qurğularının və mövcud su təchizatı sisteminin istismarını həyata keçirir. Xidməti ərazinin əsas su mənbəyi olan Kür, Türyançay, Göyçay çaylarının və kanallar üzərində 70 ədəd nasos stansiyada quraşdırılmış 110 aqreqatın, 1280 kilometr müxtəlif növ suvarma kanalının və sistem üzərindəki müxtəlif növ 874 ədəd hidrotexniki qurğular vasitəsilə 42.121 hektar əkin sahəsinin suvarılması həyata keçirilir. Hal-hazırda Bıçaqçı kəndində yerləşən Bıçaqçı 1 və Bıçaqçı 2 elektrik iş rejimli 4 aqreqatlı nasoslar vasitəsilə qidalanan, uzunluğu 7,2 kilometr olan TDC kanal üzərindəyik. Bu kanal vasitəsilə Bıçaqçı, Yuxarı Seyidlər və Seyri kəndlərinin ümumi 3000 hektardan artıq suvarılan pay torpaq və ehtiyat torpaq sahələrinin suvarılmasını həyata keçirilir. Bu kanal üzərində əlavə olaraq ikinci pillə Bıçaqçı 3, Sireyli 1, Sireyli 2 nasoslar sisteminin qidalanmasını həyata keçirilir. Zərdablı fermerlər ötən il əkin sahələrindən bol məhsul əldə ediblər. Belə ki, 2025-ci ilin məhsulu üçün rayonun təsərrüfatlarında 14.073 hektar taxıl əkilib, suvarılması aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Bundan başqa digər bitkilərin də suvarılması normalara uyğun yerinə yetirilib. Bıçaqçı kəndində mən fermer təsərrüfatı ilə məşğulam. Pambıq, taxıl, yonca, bütün əkinlərdən kənd təsərrüfatını üçün əkirik. Keçən il yaxşı məhsul götürmüşəm. 40 sentinerdən taxıl götürdüm. Arpa da yaxşı oldu. 30 sentiner arpam oldu. Bu il artıq arpamı dəkmişəm, buğdamı dəkmişəm. Yoncam da göz qabağındadır. Kənddə sudan bir dənədir şikayətimiz yoxdur. Vaxtı-vaxtında suyumuz var. Vaxtı-vaxtında lildən kanallarımız təmizlənir. İdarə tərəfindən 2025-ci ilin təmir istismar planına uyğun olaraq 20 ədəd hidrotexniki qurğu, 10 mülki istehsalat binası, 33 kilometr beton kanal, latok kanal 3 kilometr, 3 nasos stansiya və 40 ədəd mexaniki və elektrik avadanlıqları cari təmir olunub. Pudrat üsulu ilə su itkisinin qarşısını almaq məqsədi ilə uzunluğu 8,5 kilometr olan Məlikmudlu kanalının 1,950 kilometr hissəsi beton üzlüyə alınıb, üzərindəki hidrotexniki qurğular əsaslı təmir olunaraq istifadəyə verilib. İşlərin davamı olaraq hazırda kanalın 1 kilometr hissəsində əsaslı təmir işləri aparılmaqdadır. 2025-ci il yeni istismar planına uyğun olaraq kanalların lildən təmizlənməsi işləri davam etdirilmişdir. Belə ki, 250 kilometr rayonun müxtəlif təsərrüfatlarında 250 kilometrdə müxtəlif növ kanallar təmizlənmə işləri aparılmışdır. 2026-cı il təsərrüfat ilində isə 15 min hektarda taxıl, 1050 hektarda yonca, 360 hektarda xəsil əkilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda rayonun təsərrüfatlar üzrə 600 hektarda taxıl, 1000 hektar, 750 hektarda təzə yonca, 359 hektarda xəsil əkilmiş və suvarılması hal-hazırda davam etdirilir. Qeyd edək ki, Ağsu Külüllü su anbarından qidalanan öz axını ilə diametri 450 mm, 72 km polietilen boru kəməri vasitəsilə Zərdab rayonu üzrə 3541 abonent sayı olan əhali və 148 abonent qeyri-əhalinin su təminatı həyata keçirilir. Zərdab rayonu üzrə kəndlərdə quraşdırılmış 33 ədəd modul tipli su təmizləyici qurğular vasitəsilə 37 min nəfər əhalinin içməli su təminatı, 454 ədəd su bulaqları vasitəsilə təmin edilir.